milli mənəvi dəyərləri qorumaq üçün daha ciddi addımlar atmaq lazımdır. Vətəndaşın məsuliyyətini dərk etmək lazımdır. Bəzən mən deyirəm, fazalı demokratiyaya keçid, insanlar biraz bu istiqamətdə tərəddüd edirlər ki, yox, biz demokratik cəmiyyət, birbaşa demokratik cəmiyyət quruculuğuna keçirik. O fəlakət olar. Fəlakət deyil, cəmiyyət hazır deyil ona, cəmiyyətin özü hələ o deyil. Azad sahəmiz bir TikTok'da, orada ağzına gələnləri yazırlar. Sosial şəbəkədə istənilən adam söyürlər də, təkrir edirlər də, nə şəxsiyyətinə baxırlar, nə yaşına baxırlar, nə başına baxırlar, kim nə istəyir onu qoyur. Çünki biz azadlığın özünün məsuliyyətini hələ dərk etmirik. Azadlıq insanın nə istədiyini etmək deyil, azadlıq insanın nəyi etmək istəmədiyinə məcbur edilməməsidir. Doğru. Çox təəssüf ki, bizdə azadlığı hələ nə istəyirik edirik kimi başa düşürlər. TikTok'da da elədir, Facebook'da da elədir, digər sosial şəbəkə segmentlərində də belədir. Bunların artıq yavaş-yavaş cəmiyyətə təlqin etmək, televiziyaların formatı dəyişməlidir ümumiyyətlə, mahiyyəti dəyişməlidir, sosial verilişlərin mahiyyəti, maarifləndirici verilişlərin, hətta şou verilişlərinin mahiyyəti dəyişməlidir. Azərbaycanda təbliğ olunan bütün televiziya kanallarında, proqramlarda təbliğ olunan ailə boşanmalarıdır, xəyanətdir, ailə dağılmasıdır, dəyərlərin aşılanmasıdır və s. Bunlar təbliğ olunur. Bəzən belə hesab edirlər ki, o aparıcılar da, televiziyalarda ki, biz buna qarşıyıq, bunun əksinə əks təbliğat aparmırlar. Göstərdikcə, nümunələr ortaya çıxdıqca insanlar yavaş-yavaş ona oxşuyur. Əvvəllər deyirdilər ki, niyə bu cür şeylər yox idi? Əvvəllər ona görə yox idi ki, cəmiyyətdə bir utanc var idi. Cəmiyyət bir ar eləyirdi. Cəmiyyət ictimai qınaqdan qorxurdu. İndi bir şey ki, televizorda göstərirlər. Bir şey ki, televizorda deyirlər. Artıq o ictimai qınaq anlayışı yavaş-yavaş düşür dəbdən. Deyirlər ki, Əşodə dünən televiziya kanallarında göstərirdilər də, televiziyada göstərirdilərsə burada da olmağı. Və elə adamları televiziyaya çıxardıb ekspert kimi xalqa ağıl qoyurlar ki, cəmaət baxır ki, yəqin belə olmalı. Bunların hamısı dəyişməlidir. Buna görə bizim problemlər çoxdur. Biz bu problemləri artıq daxildə həll etməliyik ki, dünya o təratümlər seriyasından yavaş-yavaş özünə qayıdış etdikcə biz demək dünyanın, Rusiyanın təhdidi ilə üz-üzəyik, biz demokratik dünyanın da təhdidi ilə üz-üzə qalmayıq.